Herkese salam. Bugün sizinle 1 iyun 2025-ci il tarixində birinci qrupların informatika fənnindən qəbula düşmüş HTML mövzusuna aid sualına baxacağıq. Sualda deyilir ki, HTML kod fraqmenti brauzerdə əks olunarkən nömrələnmiş siyahının birinci elementi hansı olar? Biz bilirik ki, HTML-də 3 tip siyahı tanıyırıq. Nömrələnmiş siyahı, nişanlanmış siyahı və izahlı siyahı. Nömrələnmiş siyahını yaradan əsas teqimiz OL teqidir. OL açan və bağlanan teqidir. Nişanlanmış siyahını yaradan əsas teqimiz UL teqidir. İzahlı siyahını isə yaradan DL teqidir. DL açan və bağlanan teqimiz. İndi bizdən nömrələnmiş siyahının birinci elementini istəyir. Nömrələnmiş siyahı dedik OL teqi ilə yaradılır. Onda biz UL teqinə baxmayacağıq. Bizə lazımdır UL teqi. UL teqində də birinci element bəs hansı teqin arasında olacaq? Biz siyahının elementlərini li teqlərin arasında yazırıq. Burada da görürük ki, birinci li teqinin arasında siçan sözü yazılıb. Deməli, nömrələnmiş siyahının birinci elementi siçan sözü olacaq.